9 may 2025-ci il, bəli. Kənddə yaşıllıq yaxşıdır. Təsərrüfat gəlir. Təsərrüfat gəlir kəndə artıq. Hardadır çəksin? Selamünaleyküm. Su buralardadır. Öğreteceksin, yok. Hadi. Renginin möhtəşəmliyinə baxın. Və uzun olur. Baxın, baxın. Daha belə yekə bir heyvandır.
Layını tərpədim geçsin. Gördünüz? Hə. O əmrahlar deyə dağdır. Dağın zirvəsi də buradır. Üstə görünən mərkəzdə böyük qalaça və altında yaşıl görünənsə o mərkəzdə, ikinci mərkəzdə o da kiçik qalaçamızdır. Bu da Bəhludaydı. Aşağı orada geçmeye ben o hangisi orada olabilir oluyor. Çəşir var belə, amma qartalıb. Bugün may ayının 30'u. Yəni çox sayda çaşur varmış. Yığmaq olardı çaşur, amma artıq yəni gördüyünüz kimi qartalıb. Bir dənəsini görürəm, bəlkə onu yığmaq olar. Bu. Görürsünüz, bax. Bu bəlkə də yığmaq olar. Amma yəni bəlkə də deyirəm. Çünki nəyə görə? Bunu baxmaq lazımdır. Bir dənə baxın. Hə. Və yanından kiçiyi var. O çaşurdur. Bir də bu çaşuru yığanda mən məsəl üçün bunu yığıram. Bunu kəsmək lazımdır. İndi əlimdə telefon var deyəm. Bunu kəsmək lazımdır. Kökündən çıxartmaq yox. İndi buradan qırdım. Məsəl üçün baba ikincisini onu mən çıxartmıram. Qoy o kökündə qalsın ki orada. O da növbəti dəfə bitəcək və ya onu kimsə yığacaq, ya da ki o yəni kökünə sahib qalacaq. Növbəti dəfə gələnli inşallah çaşır olacaq. Baxım dadına. Yox, qartalmışmış. Bu qartalıb artıq dostlar. Ud hissəsindən yedim biraz, amma qartdı. Yağdı. Ənənəyə sadiq qalaraq özüm üçün bir şeyler gətirmişəm. Ən azından bizi yağış çox istada bilməz. O vaxt ora yeyib çıxmışdıq, qoy oranı göstərim. O dağların arxası Yeni Şurtan kəndinə düşür.
Düz ora qədər yeyib çıxmışam. Baba, buradan videolarım var. Yəqin ki, buranı da siz görmüsünüz. Sarımsaqlı yaldan keçəndən sonra Çalaçuxur, Çalaçuxurdan sonra keçəndən sonra bir dağdır. Onu da videosunu qoyuram, orada baxarsınız. Qəşəng bir külək oldu, ləzzət elədi. Hə, bu ərazinin adını bilmirəm. Hətta belə bir göstərim. Daha geniş ekran. Deməli, bu dərə belə suxur qatları çıxıb ortaya, orada onlar görünür. Bu dərə düz bizim keçmiş xəstəxanamıza, bir də dükan yanına düşən dərədir. Deməli, evləri daşına qədər söküblər, daha lənət olmuşlar. Orada da bir maraqlı mənzərə var. Fokuslayım, ora baxın. Gün çıxıb. Və hətta orada qar görürəm. Morem yaranıb bir dənə. Mıxtökən silsiləsinin, yəni ki, Dəli Dağ tərəfdən gələndə Dəli Dağın şərq tərəfinə düşür. Həmin istiqamətdə o Dəli Dağın demək bir Mıxtökən silsiləsinin şərq tərəfidir, səhv eləmirəmsə. Dəli Dağ zirvəsi də həmin Mıxtökən silsiləsinin ən hündür zirvəsidir. 3616 metrdir. Hə, belə. Bu da bizim kəndin gələcəyindəki barmaqlar. Buradan adam düşsə sağ tikər çıxmaz. Və yer pisdir. Yəni daş belə ayağının altından çıxıb gedə biləcək səviyyədədir. Başqa biri getdi. Biri getdi və baxın, ayaq dəyən kimi olur. Hələ gedir, hələ gedir, hələ gedir, hələ gedir. Baxın, hələ gedir, bax. Hələ gedir, hələ gedir. İndi çatdı. İndi düşün ki, buradan sən də o daşın dalıncan yedsən. Telefonu, televizoru bərk tutun, hoppanaq. Hop, elə deyərəm. İndi qalxdıq bura.